Namaz qılanda əlləri bağlamağın mənası nədir və nə məna verir? Namaz qılarkən əllərinin bağlanmasında olan məna bütün peyğəmbərlərin əllərini bağlamasıdır namazda. Və Allahın Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, məndən öncəki bütün peyğəmbərlər əllərini sinələrində sağ əli sol əlin üzərinə qoyaraq bağlayardılar. Bu kifayətdir bizə. Ki, bütün peyğəmbərlər bu cür. Başqa kitaba Əl-Məcmu Şərhül Muhəzzəb Əl-İmam Nəvəvi. Bu İmam Nəvəvi ən böyük alimdir, əhli təsənnün alimlərindən. Deyir ki, Beytül Əfqar Doliyədə bu kitab çap olundu. Birinci cildində gətirir bunu. 1996-cı ildə də çap olundu birinci növbədə. 1468-ci səhifədə Kitab-ı Siyamda deyir ki, və əmməl hədisul mərvi ənin nəbi sallallahu aleyhi və səlləm. Deyir ki, bu hədis ki, rəvayət olundu peyğəmbərimizdən. Biz peyğəmbərlər toplumu bu işləri gördür. Əllərimizdə namazda sağ əlimizi sol əlimizin üzərinə qoymağa əmr olunduq. İmam Nəvəvi deyir ki, fəzzaifun. Bu zəif bir hədisdir ki, Ravahul Beyhəqi. Beyhəqi bunu gətiribdir. Hakəza min rivayəti İbn Abbas və min rivayəti İbn Ömər və min rivayəti Əbi Hüreyrə. Deyir ki, İbn Abbasdan, İbn Ömərdən, Əbi Hüreyrədən gələn hədislərin bu haqda hamısı kulluha zəifətun. Hamısı zəifdir. Bəs siz Vahabi deyirdiniz bu hədis səhihdir. Deyirdiniz ki, buna istinad etmək olar. Bəs hanı? İmam Nəvəvidən çox biləcəksən? Hanı bəs? İbn Rəcəb Həmbəlidən çox biləcəksən? Hardadır?